Aha, alırım. Rekord da alıram. Sonra bir də kontestlər var, ev tapşırığını qoyduğum. Səndə bu qədər çox görsənmir yəqin ki, sadəcə ikisi görsənir, düzdür? Bəli. Yoxlasan, bu belə indiyə kimi verdiklərimiz idi, yəni 2 dənə homework vermişdim. Növbətlərini də artıq yavaş-yavaş yerləşdirəcəm. Tamam? Bunlar da əvvəlki kontestlərimdir, heç nə. Belə. Artıq gələk, bir də ev tapşırıqlarına tez baxaq, görək kimin harda nə səhv var, tez üstündən keçək. Rəşid də qoşuldu. Deyəsən, hə, Fidan desəm davam eləməyəcək. Deyəsən, amma nəsə başqa dərsindən üst-üstə düşür dərsi. O bir qrupa qoşular uzağa. Onu nəsə bir sonra danışarıq. Bunları çalış bitir hər ehtimala. Ola bilər ki, nədəsə qaranlıq qalar. A-da heç kimin səhvi yoxdur, B-də yoxdur. Fidanın C-də səhvi var. Fidan dediyim kimi buna baxmayacaq onsuz da. Əsas yerə baxaq onda bir dənə. Uşaqlar, bir də əlinizi indidən öyrədin. Baxın, mən adətən kodlarımda sizə yazdığım yəni kodlarda bunu riayət edirəm. Tablara fikir verin. Tamam. Tablara fikir vermək niyə önəmlidir? Çünki indilik, məsələn deyək ki, siz bunu bu şəkildə yazsaydınız, yenə də bir problem olmazdı. Yəni gözü yormur hələ ki. Amma deyək ki də sizə gələn random bir dənə, məsələn deyək ki, özümün advanced səviyyədə işlədiyim bir suallardan birini göstərməli olsam, atıram, çox random, məsələn deyək ki, bir sual açacağam. Yox, random açmayayım. Daha məsələn, kodun böyük olduğu bir sual açaq. Məsələn deyək ki, labirintdən hansısa bir kodun bir hissəsini götürək. Baxın, bu foru götürürəm. İndi bunu inşallah gələcəkdə bir yerdə öyrənəcəyik. Bunun üçün tələsməyin. İndi baxın, belə yazın bunu. İndi bax, bir dənə bu koda baxın, deyək ki, if bu kod niyə başa düşülür kimidir? Çünki baxanda nəyin içində olduğu görsənir. Yəni, baxın, burada if var, amma buradakı kod bu ifin içindədir. Yəni, bunu baxanda başa düşülür. Amma siz bu kodu bu şəkildə yazsaz, inanın, yəni, siz belə aləmin qarışdığını görəcəksiniz. Yəni, sən buna baxırsınız, tamam. Amma bu if, bu forun içindədirmi, deyilmi falan, bəlkə bu mötərizə artıq açılıb, burada bağlanıb falan. Yəni, düzdür, baxanda görsənir, amma siz gərək ondan xüsusi diqqət yetirəsiniz. Ona görə də deməyim onlardır ki, məsələn, kimin kodunu gördüm, buna ilhamlandım bir saniyə. Aha, məsələn, Scout əvvəldə yazmağından əlavə, çalışın ümumiyyətlə tablara falan fikir verin. Yəni, hamısı ara ilə olsun. Tab düyməsinə basanda, onsuz da özü avtomatik baxın ki, əvvəldədirsə, taba basanda avtomatik gəlir ora. Bir dənə də bassız, lap bir dənə də qabağa gedir. Bunlara yavaş-yavaş diqqət eləsəz, dediyim kimi, siz hələ təzə-təzə başlayırsınız. Yəni, çox kod yazmamısınız. Hələ yəni, əliniz heç nəyə öyrəşməyib. İndidən əlinizi necə öyrəşdirsəz, o şəkildə davam edəcək. Tamam. Hello world, nida. Tamam, sualın şərti nə istəyirdi? Sualın şərtinə baxaq. Hello world. Okay. Hello world. Mən kodu qaydım. Compiler error verir. Bir saniyə. Hamısını tablama. Yəni, int main nə qədər hamısı əvvəldə qala bilər. Yox, bir dəqiqə, mən sən niyə səhv verdim? STD-dən sonra nöqtəli vergül qoyulmayıb sadəcə. Səhv buradadır. Tamam. Tamam, Ayan. Tamam. Qəşəng. Baxın, mənə görə bu səhv deyil, yəni STD-dən sonra nöqtə vergülün olmamağı səhv deyil, amma o sizə göstərmişdim, qrupa da atmışdım. O template-i çalışın əzbər bilin. Yəni, baxın, buradadır da, yəni, bu template-i çalışın əzbərləyin artıq. Çünki, deyim ki, mən də sizin yaşda olanda, yəni mən də təzə-təzə başlayanda, bizim müəllimlər də bizə demişdi əzbərləyin və biz də əzbərləmişdik. Yəni, burada başa düşəcək bir şey yoxdur. Tamam, inti başa düşürük, sini başa düşürük, siyahı başa düşməliyik. Amma, yəni, bunlarda başa düşüləcək bir şey yoxdur. Və imtahan vaxtı siz bunu bu şəkildə səhvən yazsaz, heç kimin gəlib orada sizə burada nöqtəli vergül qoymamısan demək ixtiyarı yoxdur.
və yəni deməz, deyə də bilməz. Çünki yəni şey deyil, yəni cheating sayılır, köçürmək kimi bir şey sayılır. Ona görə çalışın bunu əzbər bilin ki, burada artıq gələcəkdə yəni səhviniz burada olmasın. Tamam? Məsələn, mən öz adıma deyirəm, bir dəfə oturub sadəcə tapşırıq işləyirdim. Sırf belə yazanda bu sətri yazmamışdım deyə kodda nə qədər səhv axtardığım olub. Yəni və kod da çox böyükdür deyə. Yəni sırf bir sətrin olmamağı bəzən problem yaradırmış kimi ola bilər. Bu da belə. Buradan kiminsə sualı varmı? Rəşid, sən də yavaş-yavaş işləyib qutararsan bunları, ümid edirəm buradan səhvin olmaz. Gəldik bura. Ayan beyni başa düşməyib. Tamam, baxaq. A-sını işləmsən, yəni bunun birincisini işləmsən. Burada bizə deyir ki, n dənə uşaq var, k dənə alma var. Hamıya bərabər paylasaq, bizə ümumilikdə artıq nə qədər alma qalar? Tamam, bax, 3 dənə 14, yəni 14 dənə alman var, 3 dənə də uşaq var. 14 dənə almanı 3 uşağa bərabər paylasan, həriyə 4 dənə alma düşəcək, düzdür? Və bu da totalda 12 alma eləyir, yəni o uşaqlara verdiklərin 12-də alma eləyir. Deməli, 14 dənə almadan 12-sini uşaqlara payladın, ikisi qaldı və səndən bu 2-ni soruşur. Və məsələn, 10 dənə uşaq var, 100 dənə alman var. Payladın, 0 dənə alma qaldı. Çünki hər uşağa elə 10 dənə, 10 uşağın 10 dənəsinə, 10 uşağa hərəsinə 10 dənə alma düşdü. Eləyir 100 dənə alma. Heç nə artıq qalmadı. Və biz də bunu dedik ki, biz hazır elə functiondan danışdıq. Dedik ki, bu faizi bizə nəyə verir? A-nın B-yə bölünməsindən alınan qalığı verir. Deməli, mən elə bundan istifadə edib cavabı tapa bilərəm. Yəni, eləməli olduğum A-la B-ni alıb B faiz A-nı tapmaqdır. Son şərtinə N-lə K verilir. İstəsəz bunu N-lə K-la yaza bilərsiniz. N verilir, K verilir. N-i alırsınız, K-nı alırsınız. N-i, K-nı və N-i çıxışa veririk. Tamam. Aydındır mı Ayan? Faiz işarəsində, yəni mod deyəcəyik ona. Modda bir problem var. Xeyr. Başa düşmüşük. Rafiq, Rəşid, modda bir problem yoxdur. Modun olduğunu bilirik. Qəşəng. Davam. Getdik. Qəşəngsiz. C sualı. Baxaq. Yenə səhv var. Eyni sual bir də salmışam mən. Ayo, birinci sual fərqliymiş. Mən elə bilirdim. Yerləri düşüb sadəcə. 1-2 olmalıydı. Olsun, fərqi yoxdur. İndi sualda. Tamam. Burada eyni sualın belə də şey versiyası. Bu səfər deyir ki, yenə 3 dənə alman var, 3 dənə uşaq var, 14 dənə alman var. Hər uşağa bərabər paylasan, hər uşağa neçədən düşəcək? Nə yazmışsan? Nə yazdığına baxın. Formla gedimsən, nə ehtiyac var? Sadə yazdığım bir həll yoxdur mu? Yox, bunlara ehtiyac yoxdur. Nə dediyimiz kimi, bax, belə düşün. N dənə uşaq var, K dənə alma var. Neynəməlisən? Bölərsən ki, yəni 14-ü 3-ə bölməlisən ki, hər uşağın neçəsini alma düşdüyünü biləsən. Aydındırmı? Və biz də bilirik ki, yəni, məsələn, bölmə işarəsindən tutmuş hər bir işarə, yəni, bölmə işarəsi bütün ədədlər üçün tam bölür. Yəni, bu nə deməkdir? 14 bölünsün 3, 14 bölünsün 5, məsələn, əslində, 2 tam onda 8 eləyir. Amma integer tipi bunu necə yadda saxlayır? Bu 2.8-in hamısını yox da, sadəcə 0.8-ini silir. Yəni 2.8-in 8-ini silir, sadəcə tam hissəni 2-ni yadda saxlayır. Aydındır? Və onun üçün bizim cavabımız ilə avtomatik 2 olur. Okey, dayan. Qaynaq nəsə var? Xeyr, dəqiq. Nəsə problem varsa hər an soruşa bilərsiniz. Rəşid, Rafiq isə də aiddir. Yazmısınız, çox üstünə durmuram. D-ni yazmısan, D nə idi? Son şərtə baxın. Simple problem, tamam. O sualı. Aha.
Burada indi B mötərizədə n students nə deməkdir? Başım mənim. Orada əvvəlki sualı 2n-dir. O nədir? O nə deməkdir? Bu şeydən deyə, yəni sualın adıdır. Sonra demək istəyir ki, n uşağı var. Nöqtə yox, nöqtə olmalıydı ortada. Nöqtə gözümüzdən qaçıb yəqin. Tamam? Hə, bildim. Sualın adı budur. Sonra sualın şərti başlayır. Tamam? Hə. Bildin? Bəli. Okey, bir dəqiqə. Tamam. Bunu da başa düşdük. Y, F, bir saniye. Okey, davam edək. Maraqlı suallar var, bir dəqiqə. Stefanın dostları. Sual çox sadədir, yəni sadəcə bizdən soruşur ki, bir dənə Stefan var, onun n dənə qələmi var, səhv eləmirəmsə qələmdən söhbət gedirdi. O deyir ki, hər n dənə qələmi var və o neynir? Hər dostuna sadəcə bir dənə qələm verir. Hər dostuna bunu edir. Onun əlində n dənə qələm var idi və hər dostuna bir dənə qələm verəndən sonra gör ki, öz əlində sadəcə bir dənə artıq qaldı. İndi soruşur ki, bizdən Stefanın neçə dənə dostu var idi? Okeydirmi? Məsələn, baxın, əlində 2 dənə qələm var idi. Hər dostuna bir dənə verir və əlində bir dənə artıq qalır. Deməli, Stefanın əvvəl bir dənə dostu var idi ki, o 2 dənə qələmdən birini ona verdi və bir dənə də öz əlində qaldı. Tamam? Deməli, Stefanın uzun sözün qısası belə düşünə bilərik ki, əgər n dənə qələmi varsa, deməli, onun n-1 dənə dostu var ki, o hərəsinə bir dənə qələm verir və bir dənə özündə qalır. Tamam? Başa düşdük bunu? Tamam. Okey? Yəni, bizim eləməli olduğumuz şey sadəcə n-1-i çıxışa verməkdir. Aydındır mı? Rafiq, Rəşid, Qardan nəsə var? Okey, tamam. Tamam. Yəni, tamamısına baxaq. Okey. Bizə deyir ki, bir dənə düzbucaqlı var. Düzbucaqlının nə olduğunu hamımız yəqin ki, bilirik. Ölçüləri AB olan bir düzbucaqlı var. Bura A deyək, bura B deyək. Bunun perimetri ilə sahəsini istəyir. Sadə riyaziyyat. Perimetri 2A üstə gəlsin 2B-dir. Sahəsi də ki, A vur B-dir. Düzdür? İndi bunu hesablayıb ekrana çıxışa vermək lazımdır. Baxın, fikir verdinizsə, biz bayaq danışdığımız problem hələ burada da keçərlidir. Bu nədir? Yəni ki, bu 10 üstü 9 olsa, bu da 10 üstü 9 olsa, yenə problem yaranır. Düzdür? Düzdür. Gəlin hələ ki, bu problemi yazaq. Bir dənə onu başa düşək. Int AB deyək tərəflərə. Sin AB. Scout. Yeni dəyişən yaratmıram. İstəsəz yarada da bilərsiniz. Birinci olacaq 2 vur A, üstə gəl 2 vur B. Boşluq qoyuram. Və A vurulsun B. Gəl bunu submit deyək. Baxın, 70 verməyin səbəbini izah elədim, dediyim kimi. Çünki burada bu problem var, düzdür? Yəni, bunların hasili bizə 10 üstü 18 eləyəcək və bu da, belə artıq yaddaş limitini aşacaq. Tamam? Okeydirmi? İndi bunun yüzlük həllini göstərəcəm. Sadəcə onu biraz üçün göstərəcəm, çünki yeni dərsdə danışacağıq. 70-liyi hələ ki qəbul eləyək, çünki qayıdıb düzəldəcəyik. G-ni yazmışıq. H-da da ki, yəni bəsinə bayaq danışdıq. Tamam. Bu da belə. Okeydirmi bu? Bəli. Tamam. Okey. Ev tapşırıqları bu qədər. Yəni, hər iki keçdiklərimizə əsasən bunları yaza bilməliydiniz.
Ev tapşırıqları ilə bağlı ümumilikdə nəsə sualınız var? Nəsə qarınıq qalan nəsə varmı? Xeyr. Qəşəng. Deməli, sözün də bir dənə diqqətini istəyirəm. Yeni dərsə yüngülvar başlayaq. Deməli, baxın, nə dedik? Birinci intdən danışmışdıq. Demişdik ki, ilk biləcəyimiz data tip intdir, düzdür? Niyə? Çünki int tam ədədləri yadda saxlayır. Tamam. Tam ədədləri bir limit var ki, yəni 10 üstü 9-dan, mənfi 10 üstü 9-dan, 10 üstü 9-a kimi bu aralıqda yadda saxlaya bilir. Yaxşı, bəs mənə daha böyük ədədlər lazımdırsa mən neyim? Artıq yeni bir data tipi öyrənirik uşaqlar. Long. Yəni uzun, çox uzun. Amma adını alınmayan, o qədər uzun deyil. Bu səfər 10 üstü 18-dən 10 üstü 18-ə kimi, amma mənfisi ilə. Mənfi 10 üstü 18-dən 10 üstü 18-ə kimi. Yəni, bayaqkının kvadratı qədər yadda saxlaya bilir. Yəni, bu bizə nəyə imkan verir? Əgər bizə verilən ədədlər integerdirsə, biz onların hasilini yadda saxlaya biləcəyik. Okeydimi? Bayaqki problemi artıq long-dan həll edə bilirik. Tamam mı? Tamam. Okey. Amma uşaqlar, mən sizə bunu izah eləməyə çalışacağım ki, baxın, advanced-da yenə dediyim kimi, yəni çox irəlilərdə biz öyrənəcəyik ki, nə vaxt long-dan istifadə eləmək lazımdır, nə vaxt int-dən istifadə eləmək lazımdır. Amma indilik, yəni indilik dediyim, önümüzdəki 2-3 ay ərzində biz hələ ki bu problemlə heç qarşılaşmayacağıq. Nə problemi ilə? Yəni yaddaş problemi ilə. Buna görə sizə nə məsləhət görürəm və nəyi belə də tapşırıram. Bacardıq qədər mən ola bilər bəzi yerlərdə sizə göstərmək xatirinə sırf tez istifadə edeyim, amma bacardıq qədər int yazmayın. Əvəzinə long yazın. Baxın, niyə bunu deyirəm? Düşünün ki, əlinizdə bir Nokia var ki, hansı ki bu intdir. Bir də iPhone 19 Pro Max var. Bu da long-dur. Sizə 2 dənə seçenek verirlər. Deyirlər ki, pulsuzdur. Hansını götürərsən? Yəni, Nokia deyirsinizsə, yəni artıq bu sizin problemdir. Yəni, hansı daha yaxşıdırsa, onu götürmək daha əlverişlidir, düzdür? Tamam. Ona görə də ən yaxşısı ilə yazın. Hər zaman çalışın long-dan istifadə edin. Və long yazmaq sizə dərd gəlirsə, define də öyrədəcəm biraz üçün. Define-lərlə onu daha da qısalda biləcəyik. Okeydimi? Və məsələn, bəzən deyirlər ki, biz onda niyə int öyrənirik? Çünki int hər şeyin təməlidir. Yəni, dediyimdə Nokia-dır. Yəni, Nokia olmasaydı, iPhone istehsal oluna bilməzdi bəlkə də. O olmasaydı, tamam, biz gedib long-a çıxa bilməzdik. Amma bu demək deyil ki, biz həmişə int-dən asılı qalmalıyıq. Long var əlimizdə, niyə də ondan istifadə eləməyək? Tamam? Mən öz adıma deyirəm, çalışacağım ki, hər yerdə sizə göstərmək adına long-dan istifadə edin. Siz də çalışın ki, problem yaratmasın deyə yaxşı olan long-dan istifadə edin. Bu belə. Long-la bağlı deyəcək heç nə yoxdur əslində. Çünki long int-in eləyə biləcəyi, yəni int-lə bağlı keçən dərs nə demişiksə, hamısı buna aiddir. Long hamısını yenə eləyə bilir. Tam bölmək olsun, ədədləri yadda saxlamaq, since, out, hər bir şey bunun üstündə keçərlidir. Sadəcə tək fərqi daha çox yadda yeri tutur. Yəni, belə də memorydə bu səhv eləməmsə 4 byte tutursa, bu 8 byte tutur. Və indilik bizim üçün bu ikisinin heç bir fərqi yoxdur, indilik. Ona görə də bacardıq qədərlə daha çox yaddaşı olandan istifadə edin, getsin. Məsələn, indi gəlin qaydaq suallarımıza, bu bayaq yazdığımız suala, məsələn, array və perimetr. Nə dedik? Bunu int-lə yazsayda keçmirdi, amma bunu long elədim, yəni artıq hesablama sistemimi long-a çevirdim. Və return sıfıra ehtiyac yoxdur, bunu yazmasınız da olar, kodun sonunda. Bana eləyirik. Biraz gözləyək. Belə, görürsünüz kimi keçdi. Hətta qayıtsaq o bayaq 70 verən kodumuz da var idi, düzdür? Baxın, bunu da gəlin long eləyək. Long.
Belə. Qaynaq nəsə var uşaqlar? Bura kimi. Xeyr. Dəqiq, Rəşid, Ayan. Xeyr, mən Yox. Dəqiq. Nəsə olsa həmdən soruşa bilərsiniz. Tamam. Ama yeni dersimize devam edək. Deməli, öyrənəcəyimiz yeni şey nədir? Yeni mövzu nədir? Ədədlər və ədədlərin rəqəmləri. Gəlin bir məsələyə aydınlıq gətirək. Çünki bəzi uşaqlar həqiqətən bunu bilmirlər. Ədəd nədir, rəqəm nədir? Kim deyər? Ədədlə rəqəmin fərqi. Aha, Rafiq. Fərq olmaz ki, ədədlər rəqəmlərin vasitəsilə düzəlir. Aha. Daha sadə şəkildə desək, 0-dan 9-a qədər olanlar rəqəm sayılır. Belə də 0-dan daha 0-dan da ki sonra, yəni ümumiyyətlə 0 və bütün hər şeydə ədəd sayılır. Yəni rəqəmlər onların bir parçasıdır və yalnız bir dənə olanlara rəqəm deyirik. Yaxşı, bəs bunun bizə xeyri nədir? Onda biz deyə bilərik ki, bütün ədədlər rəqəmlərdən təşkil olunur. Yəni, məsələn, mən 153 almaq üçün mən 1, 5, 3 rəqəmlərindən istifadə edirəm. Yaxşı, bəs biz bu ədədin rəqəmlərini əldə edə bilərikmi? Yəni, kod olaraq, məsələn, mən istəyirəm ki, mənə 3 rəqəmli bir ədəd verəndə, mən ekrana 1 verim, boşluqla 5 verim, boşluqla 3 verim. Bunu necə eləyə bilərəm? Bir düşünək. Bunu bilməmişdən qabaq, yəni buna gəlməmişdən qabaq, gəlin başqa bir qısa bir hissəyə baxaq, sonra buna qayıdarıq. Nədir bu? Gəlin bir dənə tez xatırlayaq. Bu işarə nə idi? Bu işarə nə idi? Bunların rolları nə idi hər birinin? Aha, kim birinci əl qaldırdı? Mənim. Birini sən de, Rafiq, birini də Ayan der. Aha, bu nə işarə? Aha, de. Üstəki, yəni slash işarəsi tam bölməni ifadə edir. Yəni burada qalığı göstərmir. Məsələn, əgər 14-ü 3-ə bölsək, 4 göstərəcək. Yəni qalığı göstərmir. Aysa, qalığı göstərmir. Ayan, faiz işarəsi nə işə yarayır? faiz işarəsi sevməm. Yəni orada faydadır, faizi hansı bir faiz çarpımı onda necə tam ədəd olub göstərir. Tam olur yəni. Qalığın nə varsa hamısını göstərir. Okey, bir nümunə deyə bilərsən? Məsələn, Məsələn, 35-in faiz 7-si nədir? 35 faiz etkisi mən 2,45 yazdım. What? Niyə bu qədər çətinə getdim? Bir dəqiqə. Faiz işarəsi nədir? Bir dənə de. Faiz işarəsi elə bir qalığı nə varsa hamısını göstərir yəni. Aso, qalığı göstərir, düzdür? Yəni mən 35-i belə çubuqlu bölməklə 7-yə bölsəm, məndə nə qalıq qalacaq onu göstərir, düzdür? Mən onun kəsr forması göstərdim. Bir qalıq forması yox, yəni 2,45 yazdım. Yox, onu şey kimi göstər də. Kəsr kimi göstərmək düz deyil. Tamam, biz ancaq belə tam ədəd kimi qəbul edirik. Oldu. Okey, Onda onda 5 35 faiz 7 bizə nə verəcək? 5 qalsın. O 5-i vermir, sadəcə 0 verir. Niyə? Çünki qalığı verir ancaq. Tam ədəd hissə ilə işi yoxdur, tamam? Yəni 35 faiz 7 bizə nəyi verdi onda? 0 qalığı. Ay, sağ. Əmin olmaq üçün bir dənə sual verəcəm. 101 faiz 5 bizə nəyə verəcək? Mən 1. Ay, sağ, tamam. Oğlanlar, aydın sizə də dəqiq faiz. Okey? Bəli. Tamam, qəşəng. Okey. Bu faizlə bölmənin nə olduğunu okey, başa düşdük. Sadəcə 2 dənə, yəni 2 yox, yəni bir çox faiz və qalıqlar var ki, biz onlara
daha xüsusi yanaşacağıq. Yəni daha ətraflı deyim. Bunu nə demək istəyirəm? Baxın. Bu səfər gəlin bölməyi yox da, böl 10-a xüsusi olaraq baxaq. Gəlin görək böl 10 xüsusi olaraq neyinir? Biz dedik ki, integer kəsrsə saxlamır. Onda mənim ixtiyarı götürdüyüm bir ədədi böl 10 desəm, görək ədədin başına nə gələcək? Sən 153. 153-ü mən 10-a bölsəm, normalda 15,3 alınır. Amma dedik ki, kəsr yoxdur, onun üçün sadəcə 15 alınır. Okeydimi? Məsələn, mən bunu bir də 10-a bölsəm, bu səfər 1,5 alınmalıdır, amma kəsr yoxdur deyə sadəcə 1 alınır. Düzdür? Fikir verin nə baş verir? Sanki hər dəfə ən son ədəd silinir. Mən bir dəfə 10-a bölsəm 0 alınacaq, yəni 1 də gedəcək. Mən onun üçün deyəcəm ki, əgər mən ədədi 10-a bölsəm, bir növ ədədin sonundakı ədədi silmiş olacam. Aydındır? Bəli. Başa düşdük bunu? Bəli. Dəqiq. Yaxşı. Onda sizin təxmin etməyinizi istəyirəm. Böl 100 neyəcək? Sağdakı ədəd silir. Ay, sağ ol. Düz Rafiq. Rəşid, Ayan, başa düşdük? Bəli. Yəni, böl 100 əslində bir növ böl 10 deməkdir 2 dəfə. Və bu bir dənəsini silir, bu da bir dənəsini silir. Yəni, mən artıq başa düşürəm ki, bu 2 dənəsini silmiş olacaq. Yəni, dolayı yolla uşaqlar, mən bunu sizə qısaca belə deyəcəm ki, ədədin sonundan içində 0 varsa, o qədərini siləcək. Tamam? Bunu da başa düşdük. Və gəldik faiz ona. Görək faiz 10 neyinir? Faiz 10 da uşaqlar bölmənin tam tərsini eləyir. Bölmə sağdakıları silir, soldakıları qalır. Bu isə tam tərsi. Soldakıları siləcək, sağdakı qalacaq. Baxın, sən 153 faiz 10. Nə baş verəcək burada? 153 belə də faiz 10, yəni 153-ü 10-a bölməsindən qalıb bizə 3 verir. Bu mənə nə hissi verəcək? Sanki 3 qaldı. Bunlar silindi. Başa düşürük? Bəli. Okey. Bəli. Məsələn, 153 gəlin görək faiz məsələn 100 neyinir? Artıq baxın, dediyim kimi sıfırların sayına diqqət edin. 2 dənəsi qalacaq, 1 silinəcək. Yəni mənə verəcək 53-ü. Aydındır mı? Bəli. Yaxşı, gəlin onu bu taktikadan istifadə edərək ixtiyari bir A ədədinin rəqəmlərini tapmağa çalışaq. Məsələn, deyək ki, mənim əlimdə olsun 123. Mən necə edeyim ki, yəni mən bura nə operasiya yazım ki, ancaq faiz və bölmədən istifadə edərək neyiniyim ki, cavab məndə 3 alınsın. Yəni 3 dediyim bu 3 alınsın, nə belə deyək, qalıq alınsın. Qalıq yox, yəni təklik alınsın. Mən neyiniyim bunun üçün? Mən soruşacağım, Rəşid, neynəmək olar? Axırıncı ədədi tapmaq üçün burada elə bir də faiz nə tapmaq olar da? Ayşə, faiz neyniyək? Necə faiz yazaq? Faiz 120 yazmaq olar, yəni bu ədədi son. O da düzdür, amma bax, mən nə dedim? Sadəcə çalışaq ki, onlardan istifadə edək, yəni 10, 100, bu civarı şeylərdən istifadə edək. Onda 100 dəqiqə. Məsələn, gələk, faiz 100 yoxlayaq. 100 dolar. Faiz 100 düz verəcəkmi? 123-ün 100-ə bölsən, qalıq 23 eləyəcək, 20 yox. 3 yox. Ayan. Mən 1000-ə böləcəyim faiz 1000. Uşaqlar, yox, baxın. 123 eləyir. Ayşə, faiz 1000 123 eləyəcək, yəni bu biraz daha uzaqlaşdıq. Baxın, dediyimi xatırlayın. Şey eləmirəm, biraz başa düşülməsi çətindir, yəni hamı ilk başda bunu biraz çətin başa düşür. Bir dənə də xatırlayaq. Baxın, faiz 10 üçün nə dedik? Faiz böl 10 üçün nə dedik? Faiz yox, prosto böl 10 üçün. Dedik, bu neynir, bu neynir? Bir düşünək. Bir dənə xatırlayaq. Yəni, yerinə də qoya bilərsiniz. Rafiq, buyur. Üstəgəl faiz ədədi bölgüdə
sadəcə qavram göstərir. Slaşlaşdırır nəsə. Yəni qavram göstərir. Onu başa düşdüm. Yaxşı, bəs onda var axı burada, yəni xüsusi hallarına baxırıq. Faizlərdən görə ən saçma göstərir. Ən saçma kimi. Ay, sağ ol. Slaşlaşdırır görə ən saçma göstərir. Ən saçma kimi. Ən soldakını göstərir yox da, ən sağdakı birini silir deyək. Tamam. Uşaqlar, baxın, yəni mən bunu əzbərləməyinizi istəmirəm, sizə başa düşüb elə davranmağınızı istəyirəm. Mən sizə əzbər olaraq qısaca cədvəl də verə bilərəm ki, bunu eləsə cavab alınır. Sadəcə niyəsini də başa düşsəz çox yaxşı olar. Yəni çətinlik çəkməzsiniz mənə görə. Bax, belə sıra ilə gedək. Məsələn, Ayan, bir əmin olum, elə gedək. Bir dənə ədəd deyə bilərsən mən 3 rəqəmli. 900 olur. 900. Biraz qarışıq ədəddir, yəni 0 olmayan bir ədəddir içində. Olur. 100 olur. Aysa 134, problem yoxdur. Bax, nə edirəm? İndi mənə səndən istəyirəm, bunun faiz 10'unu hesabla, yəni bildiyin hesabla mənə cavabını ver. Sözü faiz onu Nə deməkdir? Bir də əvvəl onu de. Yəni məqsədin nə olmalıdır? mən qalıq göstərmir, insan tam edəcək. Onun içindir burada. Yox, o bölmədədir. Qarışdırma. Ondan burada qalıq göstərmir. Qalıq göstərmir 4 edir. Aysa qalıq 4 edir. Ayan, əzbərləməyə çalışma. Bax, bu bölmə işarəsidir, düzdür? Bu da faiz işarəsidir, düzdür? Düzdür. Bu bildiyimiz riyaziyyatdakı bölmədir. Düz, bu yeni bir şeydir, amma yəni bölməni bilirsənsə faiz də onun bir növ əmsi oğlu kimi bir şeydir də. Yəni əlaqəci yaxındırlar. Sadəcə biraz şeyləri var. Yəni biri tam hissəni verəndə, biri qalığı verir. Tamam, əzbərləməyin. Sadəcə bir dənə bu ikisinin fərqini bilsəz, qalan hər şey buradan çıxacaq. Bax, yaxşı, sıra ilə, yəni yavaş-yavaş gedirəm, çox birdən rush eləmirəm. Okey. Nə dedik onda? 134'ün faiz 10'u. Bax, düşünürəm, yəni özümüz sizin yerinizə qoyuram. Necə düşünməlisiniz? Faiz 10 nə deməkdir? 10'a bölünməsindən alınan qalıq. Düşünürəm, 134'ü 10'a bölsəm, cavab nə eləyər? 13. Qalıq nə qalar? 4. Mənə nə lazımdır? Faiz olduğu üçün 4 lazımdır. Düzdür? Deməli, cavab 4 deyil. Və mən sizdən belə bir hesablama gözləyirəm. Aydındırmı? Hə. Okey. Qəşəng. İndi davam edək. Yaxşı. 134 böl 10 mənə nəyə verir? 13. Aysa 13. Okeydir mi hamı? Rəşid, Rafiq. Hə. Qəşəng. Hə. Tamam. İndi baxın. İndi belə də artıq yəni səbəb nəticə əlaqəsi çıxardıq. Mən görürəm ki, böl 10 deyəndə ədəd bir dənəsi silindi. Yəni baxın, əvvəl 134 idi, indi 13 oldu. 4 sanki silindi. Faiz 10 deyəndə sanki həmin o 4 qaldı, qalan nə var idisə silindi. Yəni birində bu 4 silindi, birində 4'dən başqa hər şey silindi. Okey? Onda mən bundan istifadə edib deyirəm ki, deyək ki, indi məndə 256 varsa, mən istəyirəm nəsə eləyəm, burada sadəcə 6 qalsın. Hə, deməli, mən bayaqkilərdən hansından istifadə eləməliyəm? Böl 10, yoxsa faiz 10? Faiz. Faiz. Hamıya aydın niyə faiz olduğu? Yəni, Bəli. mən böl 10 eləsəm, bu cavab 6 alınmayacaq. Amma faiz 10 eləsəm, cavab 6 alınacaq. Bu 7 olsa, deməli, bu da 7 olacaq. Yəni, okeydirmi? Bəli. İndi baxın. Deməli, mən hər iki yəni yavaş-yavaş gedək. Birdən dediyim kimi getmək istəmirəm. Onu mən belə kod yazsam ki, int-in, sin-in, ll-t, yəni ll yazmayayım, int-t olsun, yəni təkliyimiz n faiz 10 siyahut da int o deyəcəm. Onluq, hər iki 0 deyək. Int
yüzlü də olsun hər iki 0. Print y bir hamısını tapmağı öyrənəcəyik çünki onluq və təklik. Məsələn, gəlin bura 256-nı yazaq elə. Baxın, run eləyəndə sadəcə 006 verəcək. Çünki y ilə onu 0-dır, yəni onları hələ tapmamışam, düzdür? Amma t-ni artıq tapdım. Yəni, deməli mən dedim ki, n neçə olur olsun, yəni n-in neçə olmağının heç bir önəmi yoxdur. Mən ona faiz 10 desəm, hər zaman mənə təkliyi tapacaq. Aynen, Rafiq, Rəşid, bütünüzə də aydındır təkliyin tapılması. Okeydirmi? Əlbəttə. Dəqiq. Bəli. Qəşəng. İndi tamam. De ki, mən nə dedim? Böl ondan danışdıq, düzdür? Dedi ki, böl 10 sanki bir dənə rəqəmi silir. Böl 100-də neçə dənə rəqəmi siləcək? 2 rəqəmi. 2 rəqəmi siləcək. Onda məsələn mən 120 256-nın böl 10 desəm, mənə cavab nə verəcək? 25. Ay, sağ ol. Yaxşı. Bəs mən 256 böl 100 desəm mənə nə verəcək? Uşaqlar. 2 verir də, düzdür? Yəni 100-ə bölməsindən alınan tam hissə. Tamam. Okeydirmi? Bəli. Və mən ya buna necə yanaşıram? Sanki burada bu 5 ilə 6-nı silmiş kimi yanaşıram. Onu deyirəm ki, ədədim neçə olmağından asılı olmayaraq 3 rəqəmlidirsə, yəni 3 rəqəmli bir ədəddirsə, deməli mən n bölü 100 yazsam, onu mən neynəmiş olaram? Elə gedib bu 2-ni taparam və yaxud da 555 olsa, gedib bu 5-i tapmış olaram. Yəni, yüzlük mərtəbəsinin neçə olduğunu o şəkildə tapa bilərəm də, düzdür? Deməli, mən y-nin əvəzinə n bölünsün 100 yazsam, artıq, yəni, baxın, 256-nın yerinə mən neçə yazıram? Həmin ədədin yüzlük mərtəbəsini verəcəm. Məsələn, 256 yox, 555 verək. Gözləyik ki, 505 verəcək. Okey? Və yaxud da deyək ki, 678 versək, görəcək ki, 608 verəcək. Yəni, onluğu tapa bilmirik hələ, amma yüzlü ilə təkliyi rahatlıqla tapa bilirik də, düzdür? Tamam? Bu da aydındır. Bəli. Yaxşı. İndi baxın, mən bir dəqiqəlik çəkilib duracam qıraqda. Üçünüzdən soruşuram. Onluğu necə tapaq? 3 rəqəmli ədəd var, n ədədi. Məsələn, olsun 256. Müzakirə edin, mənə cavab tapın ki, necə eləyək ki, biz buradan 5 tapaq? Cavabı tapanda mənə deyin. Başlayın. Çox qəşəng söhbət gedir. Uşaqlar, biraz aktiv olun. Həya. Mən tapdım deyirsən. Tapdın, uşaqlarla da bölüş fikri və razılaşdınlar, sonra mənə deyin. Yəni, ədədi ona bölürük, sonra da onu 2 faizi onu tapırıq. Sonra. Uşaqlar razılaşır sənin fikrinlə. Yəqinə. Uşaqlar razılaşırsınız. Ayan, Rəşid, nə oldu? Müəllim, mən tam başa düşmədim. Bir də izah edə bilərsiniz. Okey. Onu deyirəm, uşaqlar, baxın, mən bunu çox eləyəcəm. Yəni, təsəvvür edin, biz bunu indi bu qrupda deyim ki, qrup təzə başlayıb, uşaq azdır. Biraz üçün yəqin ki, yenə təzə uşaqlar gələcək. Bunu 10 uşaqla falan elədiyimiz olub. Yəni, onlayn dərsdə bir dənə sual açıb qoymuşuq ortaya. Mən 10 dəqiqəlik çəkilib durmuşam qıraqda. Yəni, uşaqların müzakirəsinə qulaq asıram, amma nəsə səhv deyəndə də düzəldirəm bəzən. Amma əsas iş olar yəni siz bir yerdə görməli olursunuz.
Və bunu uşaqlar yavaş-yavaş öyrəşin. Çünki biriniz ola bilər nəyisə düz deyirsiniz, biriniz amma onu düzəldəndə artıq həm ikiniz də eyni vaxtda onu başa düşmüş olursunuz. Amma mən belə nəsə səhv olsa, mən onu yenə izah eləyəcəm. Yəni orada bir problem yoxdur. Deməyəcəm ki, siz özünüz öyrənməliydiniz, keçin. Bir şeyi 100 dəfə də lazım olsa, mən sizə təkrar deyəcəm. Amma bəzi şeylər var ki, onları artıq özünüz cəhd edib öyrənməlisiniz. Tamam? Okey. Aynen niyə çıxdı bilmirəm. Ümid edirəm qaydar. Belə, davam edək. Ümid edirəm qaydar. Okey, baxın. Mən bir üsul var. Sadəcə ayın gəlsəydi ona da yerdə deyərdim. Yoldaşımız nə təklif elədi? Dedi ki, eni bölək 10-a. Okey. Sonra da faiz 10-u tapaq. Bax, bunu mən təklif edirəm ki, hissə baxaq. Birinci bunun cavabına baxaq, sonra bunun cavabına baxaq. N bölü 10 bizə nə edir? Bir də bunu deyə bilərsən? 25. Məncə elə hə. Elə orada 256 da ortağının ki ona böləndə onda onun ki son rəqəmini aparır da elə bir. Aha. Ondan sonra 25 qalır. Faizi tapanda isə 2 rəqəmli əldə edilmiş son rəqəmini tapır. Ayşə, bu da bunu bölür. Aydındır. Bəli. Mən buna hətta biraz daha gelişdirmişəm. İndi dediyim kimi ayın gəlsə də bir dəfəlik onu deyərdim, amma nəsə bir dəfə deyəm problem yoxdur. Ayın gəlində bir də deyərəm ağzıma. Lego bilirik nədir uşaqlar? Lego bildiyimiz evdə görmüşük də yəqin ki. Düzdür? Evdə dediyim, yəni uşaq illa da bir yerdə görmüsünüz. Legolar necə olur? Yəni bir-birinə keçirmə bloklar olur, düzdür? Belə bloklar olur. Belə bloklar bir-birinə keçirilir. İndi düşünün ki, hər bloka bir ədəd yazılır. 2, 3, 4, 8. Və mən soruşuram ki, məsələn, sual verim, Rafiq sənə verək. Deyək ki, Rafiq, mən bu üçü buradan çıxartmaq istəyirəm. Okey. Mən necə edeyim ki, bu üçü buradan çıxardım? Mən məcburam ki, belə bunu buradan kəsim, düzdür? Yəni kəsim dediyim, yəni bunları buradan çıxardım, buradan qopardım. Bir də bunu buradan qopardım da, düzdür? Bəli. Ya bu üçü oradan çıxartmaq üçün mən o iki hissəyi oradan kəsməliyəm. Onun üçün nə edəcəm? Ya birinci bunu qopardaq, bax bunu qopardaq. 2 dənə şeyi qopardmaq üçün sanki mən düşünəcəm ki, 2 dənə qopardmalıyam, deməli 100-ə bölməliyəm. Niyə? Çünki 100-ün sonunda 2 dənə 0 var. Bizə dedi ki, hər 0 sanki birini silir. Bu 0 bunu silsə, deyə bu 0 da bunu silsə, artıq bu fiqur buradan qopmuş olur. Başa düşdük? Bəli. Hə, indi də istəyirəm bu 3-ü buradan çıxardım. Və bir dənə bloku çıxartmaq üçün mən elə BD-də bayaq bir dənə operasiya dedik ki, onu eləyəndə sadəcə bir dənə o qalırdı, qalanlar silinirdi. O nə idi? Bu bölümdür. Silinir. Faiz 10 idi. Faiz 10. Aysa, faiz 10 inir, yəni 23 faiz 10 yazanda sadəcə 3 qalır, qalan nə var isə hamısı silinir. Yəni burada 5 dənə rəqəm olsa, yəni bunların hamısı riski silinəcək. Çünki sanki belə düşün ki, sağ əlinlə bunu tutmusan, sadəcə sol əlinlə bunu tutmusan, sağ əlinlə sadəcə bunu çıxardırsan. Aydındır, bir faiz 10 o işə görür. Okey? Amma yenə də sən istədiyini əldə elədin də, yəni 3 lazım idi, 3-ü də çıxartdın oradan. Eynisi burada da keçərlidir. Düşün ki, 3 dənə blokdur. Neynəməlisən? 5 lazımdır. Deməli, ona bölürsən ki, bu 6 getsin, faiz 10 eləyirsən ki, sadəcə 5 qalsın. Aydındır? Bəli. Okey. Uşaqlar, deməli, bunu indi buraya yazsaq, baxın, n böl 10 faiz niyə faiz yazamıram? Səhv basırmışam. Faiz 10. Run edirəm. Artıq baxın 678-in 678 olaraq rəqəmlərinə çıxışa verir. Aydındırmı? Qaranlıqsa var? Dəqiq. Okey. Tamam. Yaxşı. İndi mən bunu nə üçün deyirəm? Gəlin baya baxaq. Başlayaq 2-dən 5-ə qədər hamısını bir-bir yazmağa çalışaq. Bunu silirəm.
Baxın, deyək ki, n 2 rəqəmli bir ədəddir. 68 məsələn. 68-in int təkliyinizi taparam. Rəşid. Bir də deyə bilərsiniz Əhməd. 67-nin, yəni n ədədinin, n bir ədəddir də, 2 rəqəmli ədəddir. 2 rəqəmli ədədin təkliyini necə tapım? Necə tapım ki, təklik rəqəmi neçədir? Hə, yəni 7, hə, onu tapmaq üçün onu o ədədi şeydə faizi ona bölür. Ay, sağ ol. Yaxşı, Rafiq, necə eləyək ki, n-in onluğunu tapaq? Onluğunu tapmaq üçün məncə ilk öncə onu tam olaraq, yəni slash vasitəsilə ona bölürük, Aha. sonra faizlə ona bölürük. Ay, sağ ol. 100. Amma Hı. B deyək, əgər ədəd 2 rəqəmlidirsə, sən onsuz onu 10-a bölsən, onsuz bir dənə rəqəm qalacaq da əlində həmişə. Düzdür? Yəni, Hə. ədədin 2 rəqəmi var, dedi ki, bölün onsuz onun birini sildi. Deməli, B deyək və bir rəqəmi, hər hansısa bir rəqəmi, ixtiyarı, yəni yoxdur da 0-dan 9-a qədər rəqəmlərdir. Düzdür? Həmişə faiz onu elə özü eləyir də, yəni. Çünki hamısı ondan kiçikdir. Yəni ona bölünəndə qalıq hər zaman özü eləyəcək. Ona görə də burada qalıq yazmağa ehtiyac yoxdur. Aydındır? Bəli. Çünki bu 2 rəqəmlidir. Tamam? 2 rəqəmli. Tamam, keçdik 3-ə. Int n 3 rəqəmlidir. Fərz eləyək ki, n artıq 3 oldu. N oldu 3 rəqəmli. Tamam, Rəşid. Necə eləyək? Təkliyi tapaq. Onda təkliyi tapmaq üçün onda biz elə bil faizi elə 100 olacaq da. Faiz 100. Məsələn, yoxlayaq. Dediyimi yoxlayaq. Sən 123. Mən 23. Mən 123-ün təkliyini tapmaq istəyirəm. Yox, 10 olacaq. Aysa. Çar. Və artıq yavaş-yavaş bunları əzbərləmiş olacaqsınız. Yavaş, yəni istəməzdən olaraq. Təklik deyəndə hər zaman faiz 10 olacaq. Okay? Və yaxud da deyək ki, onluğu tapmaq istəyirəm. Int o, onluq. Nə etməliyəm? İkizə də nə etməliyəm? Məndə bir ki, int onluğu deyirsən. Aha. Məndə onun üçün yenə bayaq demişdik ki, Aha. ilk öncə slash vasitəsilə ona bölüb, sonra faizlə ona bölərdik. Aysa. Bu zaman artıq faiz önəmi var, çünki ədəd 3 rəqəmlidir. Amma biz elə ki birini silmişdik. Onun üçün məcburuq ki, o digərini də silək ki, sadəcə bir dənə rəqəm qalsın. Aydındır? Bəli. Tamam, bu da belə. Sonra int 100'lük 3 rəqəmli ədədim var. 100'lüyü tapmaq istəyirəm. Nə edeyim? Onda biz onda elə şeyə böləcəkdik 100-ə. Aysa. 100'ə böləndə avtomatik 2 dənə rəqəm, yəni 0-la 2 ilə 3 getdi. 100'lük neçədirsə, o dəqiqə məndə qaldı. Aydındır? Bu da bizdə oldu 3 rəqəmli. Tamam, qəşəng. Keçdik 4-ə. Mən biraz burasını sürətləndirəcəm. Dediyim kimi, məsələn, təklik hər zaman demək olar eynidir. N faiz 10'dur. Ədəd neçə rəqəmli olur olsun. N faiz 10. Int onluq yenə hər zaman eynidir. N faiz N böl 10 faiz 10. Int 100'lük. N böl 100 faiz 10. Niyə? 4 rəqəmli bir ədəd yazıram. 1356 olsun məsələn. Mən 3 tapmaq lazımdır. Baxın, 100'ə bölürəm. Deyirəm ki, nə ilə? 2 dənəsini sil. Hə, qaldı əlimdə 13. Mənə 3 lazımdırsa, nə etməliyəm? Onda bu 1-i silməliyəm. Bu 1-i silməyin ən rahat yolu sadəcə 3-ü götürməkdir. O da faiz 10'dur. Okay? Və yazıram yenə nə? Minliyi tapmaq üçün. Int m. Minliyi necə tapım? Bölünsün min. Aysa, bölünsün min. Okeydirmi? Bəli. İndi uşaqlar, 2 dənə çox mənasız bir şey öyrədim. Məcburam bunu deməyə. Birinci mənasız şeyimiz budur ki,
Düşünün ki əlinizdə bir dənə tam ədəd var. Bir dənə tam ədəd deyin mənə, hər hansı bir tam ədəd. 28. 28. 28-i 1-ə bölsək hər zaman cavab nə alınacaq? 28. 28. Hər hansı bir x ədədimiz varsa, bu x ədədini 1-ə bölsək hər zaman cavab nə alınacaq? X. X. Onda mən n ədədim varsa, n ədədini hər zaman 1-ə bölsəm cavab nə alınacaq? L. Özü. Deməli, yəni mənim bura bunu yazmağımın heç bir problemi yoxdur da əslində, düzdür? Okey? Bu, yəni, məntiqini yoxdur, sadəcə səhv olmadığını başa düşdük. Bəli. İndi gəlin ikinci mənası da deyim, sonra mənalı bir şey öyrədəcəm. Nə dedik? 0-dan 9-a kimi bütün rəqəmlər üçün mən faiz 10 yazsam, təzədən özü alınacaq. Okey? Yəni, məsələn, 3 faiz 10 hər zaman özü eləyir. 7 faiz 10 hər zaman özü eləyir. Aydındır? Onda mən bayaq burada yazırdıq, amma indi gəlin bir də deyirdik ki, yazma ehtiyac yoxdur, amma yazaq. Mən bura faiz 10 yazsam, heç bir şey dəyişməyəcək. Düzdür? Okey? Bəli. Onda mən sizdən baxın, buna baxıb bir şeylər öyrənib 5-i təxmin eləməyinizi istəyirəm, amma daha sürətli. Onda mən deyəcəm ki, bunu paste edirəm. Fikir verin, sadəcə bir ardıcıllıq var. Baxın, təklik üçün 1, onluq üçün 10, yüzlük üçün 100, minlik üçün 1000 və hamısının sonunda faiz 10 var. Hə, deməli mən bundan bir şey öyrənib deyə bilərəm ki, atıram 10 minliyi tapmaq lazımdırsa, n böl 10.000 faiz 10. Deməli cavabım budur. Aydındır, yəni artıq hər dəfə oturub da vərəqdə yazmağa da çox ehtiyac yoxdur. Okey? Yəni artıq buradan görə bilərsiniz ki, bu şəkildə davam edir. Aydındır? Bəli. Rəşid, Rafiq, ikinizə də aydındır? Bəli. Dəqiq. Bəli. Bunu nə üçün deyirəm? Siz artıq bunun vasitəsilə istəyir 18 rəqəmli ədədi tapırsınız, istəyir 9 rəqəmli ədədi tapırsınız. Oturub bir şey eləmək zorunda deyilsiniz, yəni BD-də. 7 olsun, 8 olsun, 3 olsun, 5 olsun. Neçə rəqəmli ədəddirsə, sadəcə tez bir dənə bunu yazırsınız, artıq bütün rəqəmlərini tapmış olursunuz. Aydındırmı? Bəli. Okey. Mən bizdə şilasan üzrü sanıyor çıxmışdım. Okey. Onda uşaqlar dediyim kimi, bayaq dediyim kimi məcburam bir də deməyə. Bir dənə də dediklərimizi bir də təkrarlayaq ayağın üçün, sonra davam edirik. Tamam? Aynen, bax, tez dediyim yəni üstünə gedəcəm, üstü record var, əmsalda recorda bir də baxacaqsın. Bax, nə dedik? Ən son nəyə eşitmisən? Bir də oradan bu yana gələk. Ən son nədən danışırdıq səninlə? Mən onluğu çıxartmaq istəyirəm ondan. Aysa onluğu, çıxartmaqdan danışırdıq. Lego görmüsən ömründə? Lego bilirsən nədir? Bəli. Aysa. Deyək ki, səndə bir Lego var. Bax, Legom var. Mən bunu, yəni mən kəşf eləməmişəm, sadəcə yəni mən adını hər dəfə uşaqlara belə öyrədirəm. Deyək ki, belə bir ədədim var. Üstünə hər bir kubikin üstünə bir dənə ədəd yazdım. 24. Deyirəm ki, sanki bax, yəni bunu ədəd kimi yox, deyirəm ki, ayən bunu Lego kimi düşün. Sənə deyirəm ki, mənə buradan biri ver, çıxart ver. Mənə bir dənə belə lore ilə izah edə bilərsən, o biri çıxartmaq üçün nə edəcəksən? Mən ilk önce üstüne dönüp sağacağım, sonra biri sarılırım. Onu bu tərəfdən elə də olar. Eyni proses buradan getdi olar. Oldu ben. Dördüncü sarılım, sonra üçüncü sarılım, biri sarılım. Ay sağ ol. İndi deyirəm ki, bax, sanki düşün ki, bir dənə şeyi çıxartmaq böl 10-dur. Onu 4 ilə 2-ni çıxartmaq üçün nə etməlisən? 2 dəfə ona bölməlisən. Tamam? Okeydirmi məntiqi? Bəli. Çünki böl 10 demişdik, bayaqdan deyirik ki, silir onu, yəni bir növ çıxardırsan. Faiz onda sənə lazım olanı götürürsən. Yəni sən bunu yazsan, nə baş verəcək?
sadəcə 1-i götürmüş olacaqsan. Aydındır? Bunlar silinəcək. Onda sən bundan istifadə edib, məsələn, 3 rəqəmli bir ədəd üçün baxsan, sən nə etməlisən? 2-ni silməlisən, sonra 3-ü götürməlisən. Düzdür? Onda nə edərsən? Əvvəl ona bölərsən, sonra faiz 10 yazarsan. Aydındır? Bəli, başa düşdüm. Sonra gələk 2 dənə mənasız şey uşaqlara bayaq öyrətdim, indi sənə də öyrədim. Bir ədədim var. Hər hansı bir ədəd de mənə. 196. 196 olsun. Ədədi 1-ə bölsən cavab nə alınır? Mənim 196 idi. Ay sağ. İndi deyək ki, bir x ədədim var. X ədədini 1-ə bölsən cavab nə alınır? X dedi. Ay sağ. Deməli, ədədi 1-ə bölmək heç vaxt heç nəyə dəyişmir. Düzdür? Okeydimi bu? Bəli. İndi deyək ki, 0-dan 9-a kimi bir ədədim var. Onu faiz 10-a bölsən, yəni ona bölünməsindən alınan qalağı tapmaq istəsən, cavab nə olar hər zaman? Elə təzədən özü olar da, düzdür? 0-dan 9-a kimi ədədlərdən biri alınacaq. Yəni nə deməkdir? 7 faiz 10 elə təzədən 7 eləyir. 3 faiz 10 təzədən 3 eləyir. Bax, biz bayaq yadındadırsa, demişdik ki, məsələn, indi sən bunu görmədin. Nə deyirəm burada? Bax, n faiz 10 dedik təkliyi tapmaq üçün bayaq, düzdür? Bəli. İndi mən burada böl 1 yazsam, bayaq izah elədim, yəni heç bir şey dəyişməyəcək. Razısan? Tamam. Bəli. Və n böl 100, mən bura bir dənə faiz 10 yazsam, yenə bayaq izah elədim ki, heç bir şey dəyişməyəcək. Bu ilə də razısan? Bəli. Onda bax, fikir ver, sanki bir şey, ardıcıllıq alınır. N böl 1 faiz 10. N böl 10 faiz 10. N böl 100 faiz 10. Və biz bu uşaqlarla da bayaq baxdıq. Nə baş verir? Bu ardıcıllıq hər zaman davam edir. Yəni, hər zaman sən neçə rəqəmlər də tapırsansa, bu qanuna uyğunluğu yazsan, ədədin bütün rəqəmlərini hər dəfə tapacaqsın. Yəni, əzbərləməyə ehtiyac yoxdur. Və yaxud da hər dəfə oturub, bir-bir bu şəkildə rəqəmləri tapmağa ehtiyac yoxdur. Aydındır? Bəli. Qaranlıq nəsə var? Heç. Bunu bir qaldıraq. Da belə. Uşaqlar, okeymi hamı? Rafiq Bəli. Rəşid. Bəli. Tamam. Gəl ona bir-iki dənə suala baxaq. Məsələn, sual şərtinə deyir ki, sizə 3 rəqəmli bir ədəd verilir. Əl qaldıran kim cavabı demək istəsə, 3 rəqəmli bir ədəd verilir. Məsələn, 671. Ədədin təklik və onluğunun bir dəqiqə, sual keçməmişdən bax, bir şey nəzərdə tutum. Uşaqlar, biz sizlə belə bir şey öyrənəcəyik. Yəni, belə bir şey, buna öyrənmək yox da qəbul eləmək deyəcəyik. Belə bir şey qəbul eləmək lazımdır ki, biz sualın şərtində, yəni suala şərtində yox, daha sonra suala cavab qaytararkən, yəni sialta verərkən, biz nəyi çıxışa verdiyimizdən çox, onun necə göründüyünə önəm verəcəyik. Baxın, nə deməkdir bu? Gəl bunu silək. Baxın, çox qəribə bir şey yazacağım, amma məncə ətraflı başa düşəcəksiniz. Bir dəfə siyaut 157 yazıram. En azından yazım da aydın olsun. Bir dəfə siyaut 1, 5, 7 yazıram. Bir dəfə də siyaut 157 yazıram. Okey? 157 yazıram. İndi bunu run edirəm. Ekrana prediktimiz nədir verməyi? 3 dənə 157, düzdür? İndi o yazmamışım. Bunu nöqtə verəcəm. Qaranlıq nəsə var? Bura kimi. Heç. Şöyle baxın. Mən deyək ki, əlimlə bu kodu silsəm, yəni siz kodu görməsəz və sadəcə 157-lərə fikir versək, deyəcəyik ki, bu 157-lərin üçü də eynidir, düzdür? Yəni, görünüş olaraq eynidir də. Tamam.
Okey? Bəli. Yəni, amma Bəli. biz üçümüz də bilir, yəni dördümüz də bilirik ki, arxa fonda bu 157-ləri mən eyni şəkildə çıxışa verməmişəm. Birini söz kimi çıxışa vermişəm. Birini rəqəmlər olaraq çıxışa vermişəm. Birini də bütöv ədəd kimi vermişəm. Düzdür? Bəli. Amma Bəli. uşaqlar, kod buna baxmır. Kod yəni nə mənada? Yəni cavab yoxlanılarkən baxmır ki, sən bunu söz olaraq vermisən, bütöv vermisən, tək-tək vermisən. Onun baxdığı ekranda nə görsənliyidir. Yəni ona görünüş lazımdır. Sən əgər görünüşdə 157-yə oxşayan bir şey vermisənsə, o baxmır ki, onu parçalayıb vermisən, söz kimi vermisən ya bütöv vermisən. Aydındır? Yəni siz indi biraz sonra suallarda görəcəksiniz. Deyəcək ki, məsələn, sualın şərti bizdən istəsin ki, 3 rəqəmli bir ədəd verilir, məsələn, 123. Təkli ilə onluğun yerini dəyiş, 132 ver çıxışa. Yəni, input belə olsun, 133-dürsə, 123-dürsə, biz çıxışa verməliyik 132. Tamam, sualın şərti deyir ki, təkli ilə onluğun yerini dəyiş. Biz bunu təzədən bütöv bir ədədə çevirmək zorunda deyilik. Bayaq yazdığımız kimi neyniyəcəyik? Bir də n alacağıq ədədimizi, bu inputda veriləni. Sinək. Sonra deyək ki, ədədin rəqəmlərini tapdıq. Təklik, onluq, yüzlük. Mən sadəcə yəni bunları birləşdirib bir bütöv halına gətirməkdənsə, neyniyəcəm? Gedəcəm, çıxışa yüzlüyü ver, sonra təkliyi ver, sonra onluğu ver. Və salam. Qaranlıq nəsə var? Xeyr. Dəqiq. Int. Mən tez yazım o vaxtı kimi. Aydındır Rəşid, aydındır Rafiq. Bəli. Dəqiq. Qaranlıq nəsə dəqiq yoxdur. Int. Xeyr. Biraz düşünün də, bəlkə var. Aha. Belə, baxın, run eləyirəm. Bu 32-nin heç bir önəmi yoxdur. Bizə 132 verməlidir. 132-ni də verdi. Aydındır. Okeydirmi? Bəli. İndi ev tapşırığı kimi bu tipli suallar çox qoyacağam. Yəni, sualın şərtində deyəcək ki, ədədlər verilir. Ədədlər demək rəqəmlərin yerini dəyiş. Bunu elə, bunu elə. Tək eləməli olduğumuz ədədin rəqəmlərini tapıb nə istəyirsə onu da eləməkdir. Aydındır? Bəli. Yaxşı. Bəli. Bəs deyək ki, həqiqətən ehtiyacımız olsa ki, mən bu 132-ni tək-tək rəqəmlər yox da, bunu həqiqətən bütöv bir hala gətirib çıxışa verməliyəm. Ona mən bunu, məsələn, deyək ki, mənə k dəyişəni var. Bunu elə eləməliyəm ki, bu cavab 132-yə bərabər olsun bu k dəyişəni. Mən bunu necə yığa bilərəm? Necə eləyim ki, bu ədəd halını yığım bunu? Neyim? Neyniyə bilərəm? Müəllim, bir də deyə bilərsiniz, başa düşmədim. Yəni, mən necə eləyim ki, 3 dənə dəyişəni bir qutunun içinə töküm qarışdırım, oradan cavab 132 çıxsın. Yəni, 1, 3, 2-ni, yəni qutunun içinə tək-tək atsam, neynəsəm ki, buradan 132 çıxar? Sırayla yazsam olar. Sırayla yazmaq olar. Bayaq, bax, indi burada siyahdakı kimi olur. Amma mən belə deyək də, k bərabərdir, belə deyə bilmərəm axı. Və yaxud da k bərabərdir, bunu deyə bilmərəm axı. Mən nəsə eləməliyəm. Mən deyirəm. Neyniyədik? Şeydir də, orada y vergül n belə də. Yox. Y vergül o. Okey, onu izah edəcəm. Gözlə. Mən dedim, bəlkə alınızdan nəsə gələr. Okey, olmazsa problem yoxdur. Uşaqlar, məktəb vaxtı hamımız yəqin riyaziyyat dərsində bunu keçmişik, düzdür? Nəyi? Məsələn, 256-nı bizə hər zaman bunu belə yazdırıblar. 2 vur 100, üstə gəl. 5 vurulsun 10, üstə gəlsin 6 vurulsun 1. Düzdür? Yəqin ki, bunu hamımıza yazdırıblar. Tamam? Bəli. Onda mən nədir? Bizdə var da bunlar. Yəni təklik, onluq, təklik deyirəm. Yüzlük, onluq, təklik. Düzdür? Deməli, mən əgər deyək ki, atıram da, yəni mən birləşdirmək istədiyim ədədlər yüzlük, təklik, onluqdursa, deməli, mən neynəyəcəm? Yüzlük vurulsun 100, üstə gəl. Təklik vurulsun 10, yəni çünki təkliyin onluğun yerində dəyişdim axı bayaq. Üstə gəlsin
onluq vurulsun. Bir vur biri yazmasınız olar. Belə run edirəm. Ha, ekrana heç nə verməyəcəm çünki saat qaldırmamışam. Belə run edirəm. Və baxın indi görəcəksiniz bu səfər 132 verəcək yenə. Elə yox, int. Amma bu səfərkinin fərqi nədir? Baxın, görünüş olaraq yenə fərqi yoxdursa, yenə bunu eyni cavab kimi qəbul edəcək. Sadəcə bu dəfəkinin fərqi ondadır ki, bu səfər yerlərini dəyişib verib. Aydındır? Bəli. Dəyişib və ədəd kimi çıxışa verib. Yəni 3 dənə ayrı ədədi yanaşı birləşdirməyib. Başa düşdük? Bəli. Bəli. Məsələn, gəlin bir dənə sual götürək baxaq, sonra yavaş-yavaş dərsimizi bitirərik. Second digit of number. First digit of. Yox, bu saatla birincini tabii. Bir saniye. Bir saniye. Bayağı bir soğuk. Yok, yine birisini takayım. Bayağı bir soğuk. Evet, ekran paylaşım. Tamam. Okay. Baxın. Deyir ki, bizə 3 rəqəmli bir müsbət ədəd verilir. Ədədin rəqəmlərinin hasilini tapın. Nə edəcəyik? Rəşid. Orada sual birincisi hər bir ədədi tapmalıyıq. Ondan Aha. sonra onun hasil tapmalıyıq. Və yəni birinci təkliyi tapmaq üçün ədədi şey edəcəyik. 100-ün faizi tapacağıq. Ondan sonra Təkliyi üçün bir dənə tam düşün, əmin ol. yəni 10 çarpı. Aha. Ondan sonra 100-lüyü tapmaq üçün ədədi 100-ə böləcəyik. Aha. Ondan sonra da ortanı tapmaq üçün ədədi 100-ə bölüb, sonra vuracaq şeyə 10%. 10% tapacaq 10. Ona bölüb 10% tapacağıq. Tamam? Hə. Okay. Sonra da onların hasili. Ayrıca da belə də ABC kimi tapmışsınızsa A vur, B vur, C və yaxud da TOM kimi tapmışsınızsa T vur, O vur, Y daha sonra M yox, Y. Belə. Okeydirmi? Ayan, Rafiq, qayda nəsə var? Xeyr. Dəqiq. Bəli. Belə eləyək. Bir saniyə. Hə, o çox çəkər. Onu da izah eləmirəm. O da qalsın gəlmiş izah eləyəm. Belə, ədədin rəqəmlərin tapılmasına dair qaranlıq nəsə var? Xeyr, mən. Kontest suallarım var, seçmişəm sualları. Yəni yerləşdirmən qalıb. Yəqin ki, indi yerləşdirəcəm elə 10 dəqiqəyə. Tamam. F tapşırığınız kimi onu verəcəm. Necə ki, bu 1-2-ni vermişdim. Tamam. Gəlin dərsi kimi onları işləyəcəksiniz. İndi dediyim kimi sualları indi yerləşdirəcəm. Okeydirmi? Bəli. Nə də sualınız oldu? Həmin an yazın, soruşun, çəkinməyin. Tamam? Belə. Oldu. Əmin olmaq üçün deyirəm. Ədədi ona böləndə
nə olurdu? 100-ə böləndə nə olurdu? Ədədi mod 10-un tapanda nə olur? Ədədin bir dəqiqə. Nə demədim? Mod 100-ü tapanda nə olur? Bunların hamısına cavab verin, çıxın dərsdən. Sırayla gedək. Rəfiq, ədədi 10-a böləndə nə olur? Slash vasitəsilə Aha. sol elə ki, ən sağdakı ədəd qalır, digərlərin çox idi. Hə, qalır o mənada. Hə, tamam, düzdür. Yəni Təklik çıxır. təklik silinir, belə deyək. Tamam? Hə. Düzdür. Tamam. Hə. Ayan, mod 10 nə edir? Yəni 10-a bölməsindən qalıq nə edir? Mən faiz sormasında. Aha, faiz sormasında. Mən faiz bölümündə orada qalıq qalır. Aha, məsələn deyək 123 faiz 10 yazsaq. 3. Ha, işte. Rəşid 100-ə bölünəndə nə edir? 100-ə bölünəndə onda elə şey olur. Ən sonuncu ədəd olur. Ən sonuncu yox, hədə ən sonuncu ədəd. Bax, belə başa düşürəm nə demək istəyirsən və düz deyirsən. Amma bir dənə bunu başa düşməlisən ki, Rəşid. Baxın, düz deyirsən. Sadəcə bax, 1, 3, 7, 4 versəm. Hə, bunu 100-ə böləndə axı səndə ən sonuncu rəqəm qalmayacaq. Başa düşdün səhvin nədədir? Yəni deyəndə nəyə səhv deyirsən? Hə, onda şey olacaq. Üçüncü rəqəm olacaq. Son yəni onda nədir? Düzdür. Bax, böl 13-ün nə dedik? Birincini Böl silirdi də, düzdür? Onda ikincisi. O da deyəcək Bəli. ilk ikisini siləcək. Aydındır? Bildim. Tamam. Bəli. İndi bir sual. Böl 1000 nə edir? Böl 3 dənə. Böl 10.000 nə edir? 5 dənə. 10.000, yox 4 dənə. 4 dənə sıfır var. Hə, düz. Okey. Ayan Rafiq başa düşdük. Bəli. Bəli. Belə uşaqlar. Bugünlük bu qədər. Ev tapşırıqlarını dediğim kimi qoyacağam. Onları gələn dərs kimi işləyirsiniz. Bir də neyin? Çox xahiş edirəm. Bir dənə vərəq qoyun qabağınıza. Bir dənə bu böl 10-la böl 100-ün necə işlədiyini bir də oturun özünüz həqiqətən yoxlayıb başa düşün. Yəni tamam, mən bu şəkildə yazdırıram sizə. Üzrü sayın. Dediyim kimi, nə deyirdim? Böl 10-la böl faiz 10-u necə işlədiyini bir dənə vərəqdə yoxlayın. Bir dənə random ədəd götürün. Atıram 516. 1 milyon çox oldu. 10.742. Nə bilim, belə ədədlər götürün. Yoxlayın böl 10 nə edir? Böl 100 nə edir? Faiz 10 100 nə edir? Okey. Bunları bir-bir yoxlayın və həqiqətən görəcəksiniz ki, hə, oradakı məntiqi həqiqətən başa düşürsünüz. Tamam? Oldu. Okey. Və uşaqlar, mənim deyəcəklərim bu qədər. Sualınız yoxdursa çıxa bilərsiniz. Sağ olun. Sağ olun. Sağ olun mənim.